Bir çox qidalarda, xüsusən gündəlik alınan süd və çörək məhsullarında istehsal və son istehlak tarixinin qablaşmanın diqqət çəkməyən və uğursuz hissəsində həkk olunması narazılıq doğurur. Xüsusən paketlərdə satılan doğranmış çörəklərdə son istifadə tarixinin klipsə yazılması, eləcə də süd məhsulların bankaların deyil, qapağının üzərinə çəkilən kağıza yazılması məqbul sayılmır. 124 xəbər verir ki, mövzu ilə bağlı bizim mediaya danışan qida eksperti Məsəd Hüseynova bunun istehlakçı hüquqlarının pozulması olduğunu bildirib. Ümumiyyətlə, qida məhsullarının üzərində istehsal tarixi və istifadə müddəti ən vacib hesab olunan məlumatlardandır. Xüsusən də saxlama müddəti qısa olan məhsullarda son tarix mütləq göstərilməlidir. Uzun müddətli məhsulların da, eləcə də premium qidalarda, xarici ölkədən gətirilən ərzaqlarda bu məqamların son istifadə, istehsal, saxlanma və sair hamısının olması şərtdir. Lakin rəf ömrü qısa olan süd və süd məhsulları, çörək məhsullarında mütləq şəkildə son istifadə müddəti açıq, aydın oxuna biləcək və istifadə olunub bitənədək görünəcək hissədə göstərilməlidir. Məsələn, çörəklərin son istifadə tarixi yapışqanlı yaxud da paketin ağzını bağlayan klipsdə yaxud hansısa plastik hissəciyin üzərində yazılırsa, bu qida təhlükəsizliyi qaydalarının və istehlakçı hüquqlarının pozulması deməkdir. Azərbaycan qanunvericiliyi buna dəqiq və qəti şəkildə əməl olunmasını tələb edir. Çörəyin tərkibindəki məhsullara görə onun saxlanılma müddəti 48-72 saat arasında dəyişir. Yaxşı olar ki, istehsalçı şirkət bunu klipsə deyil, paketin üzərinə həkk eləsin. Eləcə də süd məhsullarında da buna diqqət olunmalıdır. Şüşə bankalarda olan ərzaqların son istifadə tarixi qapağın üstünü örtülən kağıza yox, bankanın üstünə yazılsın. Çünki digər halda istehlakçı yüksək risk qrupuna aid olan süd məhsullarının son istifadə tarixini izləyə bilmir deyə ekspert bildirib.